Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebine Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Allahümme Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefqahu qavli. 5-ci babın məsələlərində qalmışdıq. Ötən dərs 13 məsələni qeyd etdik və davam edək. Sonra deyir ki, müəllif Ar-Rabi'ətə əşrətə kəşful alimi əş-şübəhə anil mütəallim. 14-cü fayda alimin mütəallimdən şübhəni qaldırması. Alimin mütəallimdən, yəni öyrəncidən, tələbədən şübhəni qaldırması. Bu, həm Peyğəmbərin özünün sallallahu aleyhi və səlləmin Muaza nisbətən olan halı da ola bilər. Allah Resulü sallallahu aleyhi və səlləm, yəni ki, alim, Muaz, mütəallim, öyrənci və həmsinin Muazın da radiyallahu anhunun kitab əhli olanlara nisbətən də halı ola bilər. Muaz orada alim səviyyəsində haqqı çatdırdığı, haqqı dinləyənlər, kitab əhlindən olanlar isə mütəallim, yəni öyrənib, tələb edən və yaxud dinləyənlər səviyyəsində ola bilər. Bu da Peyğəmbər sallallahu əleyhi və səlləmin Muaza dediyi innəkə təhti əhləl kitab kəlməsinə əsasən sən kitab əhlinin yanına gəlirsən. Kitab əhlinin. Deməli, bu qeyd etməsindəki səbəb nədir? Allah Resulü sallallahu əleyhi və səlləmin bəyan edir ki, kitab əhli, yəni ki, qeyriləri kimi deyil. Çünki kitab əhlində şübhələr var. Onların şübhələrinin aradan qaldırılması bir növ sənin vəzifəndir. Və bu həmişə belədir. Yəni, elm əhli, bidət əhlinin, batil əhlinin şübhələrini həmişə nədir? Aradan qaldırarlar, onların şübhələrini çözüblər. Amma, məsələ, elmi olmayanlar baxırsan ki, bidət əhlinin şübhələrinə düşürlər və başlayırlar bu şübhələri axtarmağa, halbuki lazım deyil. Tələb olunan nədir? Elm əhlinə qaytarmaqdır. Əgər elm əhlinin dediyi ilə dinləyib kifayətlənsəydilər, əsla və əsla şübhələrə düşməzdilər. وَلَوْ رَدُّهُ إِلَى الرَّسُولِ وَإِلَى أُولِي الْأَمْرِ مِنْهُمْ Əgər onlar Allahın Rəsuluna və aralarında olan əmr sahiblərinə, işi bilənlərə həvalə etmiş olsaydılar, لَعَلِمَهُ الَّذِينَ يَسْتَنْبِطُونَهُ مِنْهُمْ Həmin o işi bilənlər ondan istinbat edərək işin mahiyyətinə doğru düzgün şəkildə varardılar. Odur ki, şübhəyə düşmək ancaq nədir? Bilməyənlərin məsələləri elmə haqqı ilə qaytarmayanların və elm əhlinə qaytarmayanların halıdır. Növbəti Əl-Xamisətə əşrə, 15-ci fayda Ən-nəhyü ən kəraimil əmval. Deyir ki, müəllif rəhməhullah, malların dəyərli şeylərindən götürülməyin qadağan olunması. Dəyərli mallara, dəyərli mal, yəni qiymətli olan mala toxunmamaq. Bu da yenə Peyğəmbər sallallahu əleyhi və səlləmin Muaz radiyallahu anhuya dediyi "Fəiyyəkə və kəraimə əmvalihim" sözündən götürülüb. Dedi ki, Muaz radiyallahu anhuya, onların malının dəyərli olanlarına toxunma. Yəni bundan çəkin. Bundan çəkindirir Allah Resulü sallallahu əleyhi və səlləm. Və ümumən insan, yəni başqasının mal mülkünə göz qoymamalıdır. Yəni, ola bilər, məsələ kiminsə sevdiyi, hər hansı bir dəyərli, bir xoşladığı əşyası ola bilər. Paltar da ola bilər, əşya da ola bilər. Və sən də ona göz qoyasan, hətta ola bilər, bəzilər məsələ dilindən belə istəyirlər və o da sıxıla sənə verə, istəmədiyi halda, özünün ürəyi o malda olduğu halda. Belə halda onu götürmək haramdır. Olmaz. Çünki könül xoşluğu ilə olunmayan, qəsblə, zorla götürülən mal halal olmaz.
Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədisdə deyir ki, "Ələ la tazlimu." Deyir, zülm etməyin. "Ələ la yahillu malum mri'in illa bi tibi nefsin minhu." Deyir ki, zülm etməyin. Sonra deyir ki, heç bir kəsin malı, heç bir şəxsin malı onun özünün o mala könül xoşluğu olmadan ondan götürülməsi halal olmaz. Fikir verdiniz? Heç bir kəsin malı onun özünün könül xoşluğu, razılığı olmadan nədir? Başqasına halal olmaz. Əs-sədisətə aşratan ittiqa dəvətil mazlum. 16-cı fayda məzlumun duasından qorxulması. Məzlumun duasından qorxulması. Və bu da Peyğəmbər sallallahu əleyhi və səlləmin bu sözündən götürülüb yenə Muaz radiyallahu anh'a deməsi ki, İyyəkə vəttəqi dəvətəl mazlum. Məzlumun duasından qorx. Məzlumun duasından qorx. Yəni ona zülm etmə. Ona zülm etmə. Bu sözü nə vaxt dedi Peyğəmbər sallallahu əleyhi və səlləm ona? Yəni onların mallarının ən dəyərlisini götürmə deyəndə sonra dedi ki, məzlumun duasından qorx. Yəni zülm etmə. Zülm etmə. Çünki Allah zülm olunmuşların tərəfindədir həmişə. Və burada mühüm bir şeyə də tənbih var. Mühüm bir şeyə tənbih var. O da ola bilər insan haqq çağırışı və yaxud haqq tapşırığını icrası ilə məşğul olsun. Haqq olan bir işin icrası ilə məşğul olsun. Və nəyin bahasına olursa olsun, haqdır deyə digər haqlara diqqət etməsin. Zülm etmiş olsun. Kimlərinsə haqqına girmiş olsun. Yəni, bu mühümdür. Yəni, məsələ baxırsan ki, tutaq ki, iki tərəf arasında nədir? Mübahisə var. Məsələ. Baxırsan ki, bir tərəf haqlıdır. Bir tərəf haqlıdır. Lakin bu adam öz haqqını elə bir şiddətlə, elə bir qüvvə ilə tələb edir ki, haqq tələbində o qədər həddi aşır ki, hətta axırda özü haqsız olub, qarşı tərəfə zülm edir. Aydın oldu mu? Yəni, sənin haqlı olmağın, haqq dəvətçisi olmağın o demək deyil ki, sən digər haqları pozmalısan, zülm etməlisən. Yəni, vəsilələr əgər hədəf haqdırsa, hədəfə götürən vəsilələr də nədir? Haqq olmalıdır. Hədəf halaldırsa, halala götürən səbəblər nədir? Halal olmalıdır. Səbəb, yəni sən bir halala haram səbəblərlə, haram vasitələrlə ulaşmamalısan. Aydındırmı? Haqq olan, halal olan, doğru olan bir şeyə haram olan vəsilələrlə ulaşmaq olmaz. Baxırsan ki, adam haqlıydı başlanğıc olaraq, amma haqq tələbinin haqqını vermədi. Baxın, haqq tələbinin doğru düzgün haqqını vermədi. Biraz əvvəl özü məzlum idi, indi zalim oldu. Qarşı tərəf məzlum oldu. Odur ki, haqsızlıq eləmək nədir? Olmaz. Əs-səbiətə aşrata əl-ixbaru bi ənəhə la tuhcab. Deyir 17-ci, müəllif deyir 17-ci fayda. Onun qarşısının alınmamasının xəbər verilməsi. Yəni duanın, yəni məzlumun duasının qarşısının alınmamasının xəbər verilməsi. Yəni bu da yenə Peyğəmbər sallallahu əleyhi və səlləm sözündən götürülüb ki, "Fə-innehu leysə beynəhə və beynallahi hicab." Həqiqətən onunla, yəni məzlumun duası ilə Allah arasında hicab yoxdur. Allah arasında nədir? Hicab yoxdur. Yəni əgər məzlum dua edərsə, onun duası qəbuldur və onun duası qaldırılır. Və bu cür Allah subhanahu wa ta'ala ümumiyyətlə şəriət, dinimiz, yəni zülmü haram edir, qadağan edir. Və bunun müqabil olan ədalətin şənini çox qaldırır. Ədalətin şənini çox qaldırır. Əşyalar ziddi ilə tanınır. Ədalət tamına nə zaman bərqərar olur? Nə zaman ədalət öz yerini tutmuş olur? Onun ziddi olan zülm olmadıqca. Nə zaman tövhid
tamına bərqərar olur, öz yerini tutur. Onun ziddi şirk aradan qalxdıqca eləcə də ədalət, zülm olan yerdə ədalət yoxdur. İmam Müslim rivayet etdiyi hədisi məşhur qudsi hədisdə Allahın Resulü buyurur sallallahu aleyhi ve sellem, Allah Teala deyir buyurur ki: "Ya ibadi, inni harramtu zulme ala nefsi ve cealtuhu beynekum muharraman fela tazalamu." Allah Teala deyir ki: "Ey qullarım, mən zülmü öz nəfsimə haram etdim və onu sizlərin aranızda da haram etdim. Bir-birinizə zülm etməyin. Bir-birinizə zülm etməyin." Odur ki, zülmdən həzər et. Zülmdən qoruq. Zalim olma. Yəni, heç kəsin haqqına girmə. Çalış, heç bir kəsin, heç bir haqqı, zərrə qədər heç bir haqqı sənin boynunda qalmasın. Sabah, qiyamət günü sənin haqqında şikayətçi olmadan kimlərsə, hakimlərin hakimi olan Allah huzurunda bu gün özünü zülmdən qoru. Heç kəsə zülm etmə. Allahın Resulü buyurur sallallahu aleyhi ve sellem: "Men kana li ahihi mazlamatun min ardihi aw min şey'in felyetehallelhu minhu'l yawm qabla an la yakuna dinarun ve la dirhamun." Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem, kimin öz qardaşına, onun namusuna və yaxud hər hansı bir şeyinə qarşı, hər hansı bir zülmü olarsa, sabah nə dinar, nə dirhəm olmamışdan öncə bu gün ondan halallıq alsın. Necə ki, Allah Teala yevmə la yenfəu malun və la banun. O gün nə mal mülk, nə evladlar fayda verməyəcək. Bu gün kim zülm edibsə, mütləq deyir, halallaşsın. Elə bir gün gəlməmişdən öncə ki, o gün səni Allahın əzabından, məzlumun haqqını ödənilməsindən, məzlumun, yəni məzlumdan götürülüb sənə yüklənən bəzi şeylərin heç bir ödənişi olmadıqdan öncə. Yəni onu sən heç bir şeydən dəf edə bilməyəsən. Heç bir şeydən. Ona görə hədisdə deyir ki, davamında: "Və in kana lahu amalun salihun ukhiza minhu biqadri mazlamatihi." Əgər deyir, zülm edənin salih əməlləri varsa, zülm etdiyi miqdarda yaxşılıqlarından götürüləcək. Yaxşılıqlarına götürüb zülm etdiyinə veriləcək. Və in lem yekun lahu hasanat ukhiza min seyyiati sahibi və humila aleyhi. Əgər onun heç bir yaxşılığı olmasa, yəni zülm edənin savab işləri qalmasa, olmasa məsələ, zülm etdiyinin günahlarından götürülüb ona yüklənəcək. Ona yüklənəcək. Bu da olduqca nədir? Olduqca ağır məsələdir. Odur ki, özünüzü zülm etməkdən qoruyun. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur: "İttaqi zulmə, inna zulmə zulumatin yevmil qiyamə." Zülmdən qorxun. Həqiqətən zülm qiyamət günü zülmətlər olacaq. Zülmətlər olacaq qiyamət günü. Bu da ona işarədir ki, eyni zamanda bəzən ola bilər Allah öz hikmətindən dolayı məzlumun haqqını zalimdən axirət gününə saxlasın almasını. Bu məzlum üçün daha xeyirli, daha faydalıdır. Ona görə Allah Subhanahu taala Quran-ı Kərimdə ayədə deyir ki: "Və la yahsabannallaha zaliman və la yahsabannallaha gafilan amma yef'alu zalimun." Deyir ki, zalimlərin etdiyindən Allahı qafil sanma, bir xəbər olduğunu sanma. İnnəmə yuaxxiruhum liyevmin təşxasu fihil absar. Allah Teala bunun intiqamını gözlərin çevriləcəyi, bərələcəyi bir günə saxlayır. Yəni qiyamət gününə. Və qiyamət günü isə ağır bir gündür. Ağır bir gündür. Odur ki, özünüzü zülmdən qoruyun. Əs-səminətə əşra. Min ədilləti təvhid mə cəra alə seyyidil mürsəlin və sədətil əvliya minə məşəqqəti vəl-cu vəl-vəba. Deyir 18-ci fayda. Hörmətli peyğəmbərlər və evliyaların başına gələn çətinlik, acılıq və vəba təvhidin dəlillərindəndir. Təvhidin dəlillərindəndir. Müəllif burada bununla Xeybərdə baş verən hadisələrə işarə edir. Çünki həmin vaxt Xeybərdə müsəlmanların
başına çətinlik üz vermişdi. Onlar hətta o qədər acılıq, susluq baş vermişdi ki, hətta Peyğəmbər və yanında olanlar sarımsaq yemişdilər və uzun qulağı əti yemişdilər. Ona görə məşhurdur Xeybərdə uzun qulaq ətinin sonradan nədir? Haram edilməsi. Lakin o qədər belə şiddət baş vermişdi. Hətta bu nədir? Olmuş. Yaxşı, müəllifin burada deməsi bu hardan götürülür? Deməsi ki, Peyğəmbərlərin başına gələn bu sıxıntıların tohidə dəlil olması. Çünki bu qədər sıxıntıya baxmayaraq, yəni ixlaslarına təsir etmədi bu hadisə. İxlaslarına təsir etmədi, yəni zəiflətmədi. Allah yolunda geri durmadılar. Geri dönmədilər. Nə qədər, hər nə çətinlik görsə də, nədir? Möhkəm oldular, sabit oldular və həmişə Allah və Rasulun əmrinə səhabələr belə tabi olmağa hazır idilər. Baxmayaraq ki, bu qədər çətinlik baş vermişdi. Bu da nədir? Tohidin kamilliyindəndir. Çünki onlar dünyəvi heç bir məqsədlər güdmürdülər. Salih əməllər müqabilində heç bir şey gözləmirdilər. Nə qarınlarının toxunulmasını istəmirdilər, nə dünya ev eşiklərinin gözəl olmasını istəmirdilər. Yəni ibadətdən məqsəd o deyildi onların. Zamanımızda bəzilərinki kimi, Allah qorusun. İbadətdən məqsədi dünyasının abad edilməsidir. Bu şirkdir öz-özlüyündə. Sən axirət istəyin xalis olmalıdır. Dünyanı Allah sevdiyinə də verir, sevmədiyinə də. Sənin gözün dünyada olmasın. Allaha buraxsan o şeyi, sağ verər, verməz. Sənin bütün hədəfin, məqsədin, istəyin ibadəti doğrulamaq olsun. Bax gör, ibadətdə zəiflədən səni dünyadırsa, vay sənin halına. Sən artıq dünyəvi şeyi ibadətdən üstün yerə qoymuşsan. Heç vaxt dünya səni ibadətdən sarsıtmasın. İbadətini artır, ibadətini möhkəmlədir. Səhabələr bu tohidin kamilliyindən idi. İstəməzdilər heç vaxt ibadət müqabilində heç bir şey. Əllərindən mal, mülk, evlad, hər şey çıxsa belə, yenə sabit qalarlar dinlərində, imanlarında, davalarında, cihatlarında. وَكَأَيِّن مِّن نَّبِيٍّ قَاتَلَ مَعَهُ رِبِّيُّونَ Allah Teala buyurur ki, nə qədər peyğəmbərlər olub ki, onlardan bərabər nə qədər dindarlar da döyüşüblər. وَمَا وَهَنُوا لِمَا أَصَابَهُمْ فِي سَبِيلِ اللَّهِ وَمَا ضَعُفُوا وَمَا اسْتَكَانُوا وَاللَّهُ يُحِبُّ الصَّابِرِينَ Nə qədər peyğəmbər və onlarla birlikdə olanlar Allah yolunda döyüşdükləri zaman və yaxud Allah yolunda olduqları zaman başlarına gələn çətinliklər onları nə zəiflətmədi, nə üz döndərmədilər, nə acizlik göstərmədilər, nə də düşmənə boyun əymədilər. Niyə? İxlaslarının, yəni möhkəm olduğuna görə, tohidlərinin kamilliyinə görə. Ət-Təsiyyətə aşra Qavluhu لَأُقْتِيَنَّ الرَّayَةَ ilə əxri aləmun min a'ləmin nübüvvə. Deyir ki, 19-cu. Peyğəmbər sallallahu aleyhi ve sellem deməsi ki, bayrağı verəcəm, bu sözü deyir, Peyğəmbərliyinin əlamətlərindəndir. Peyğəmbərliyin doğruluğunun nişanələrindəndir. Çünki Allah Resulü sallallahu aleyhi ve sellem deyəndə ki, mən bayrağı verəcəm və Allah onun əlindən açacaq, fəth nəsb edəcək. Dediyi kimi baş verdi. Allah Resulü gələcəkdən xəbər verir və biz də bilirik ki, gələcəkdən nədir? Heç kəs xəbər verə bilməz. Gələcəkdən heç kəs xəbər verə bilməz. Öz-özlüyündən Peyğəmbər belə heç kəs bilmir sabah nə olacaq. Gələcəyi, keçmişi, nə olacağını, nə vaxt, necə olacağını hamısını bilən Allah subhanahu wa ta'aladır. İnnallaha indahu ilmus-sa'a. Allah Teala buyurur ki, qiyamət saatının bilgisi Allahın yanındadır. Və yunazzilul ghayz və yağışı yağdıran odur. Və ya'lamu ma fil arham və bətinlərdə olanı bilən odur. Və la tədri nəfsun məzə təksibu qada. Heç bir nəfs sabah nə əldə edəcəyini bilməz. Və la tədri nəfsun bi ayyi ardin təmud. Və heç kəs sabah harada öləcəyini də bilməz. İnnallaha alimun hakim. Allah biləndir, hikmət sahibidir. Deməli, Peyğəmbərin sallallahu aleyhi ve sellem sabah bir şey olacaq deyə xəbər verməsi və o şeyin olması o deməkdir ki,
Allahdan gələn vəhiy üzərindədir. Allahdan gələn nədir? Vəhiy üzərindədir və peyğəmbərliyinin sadiqliyinin doğruluğuna nədir? Əlamətdir, nişanədir. Və kim peyğəmbərliyinə şübhə edərsə, bu artıq nədir? Dinsizlikdir, imansızlıqdır, küfürdür və peyğəmbərliyinə şübhə etmək elə Allah barədə şübhədir. Elə Allah barədə şübhə edilməsidir. Çünki Allah subhanahu ta'ala özünü peyğəmbərlər vasitəsilə tanıdır ümmətə. Əl-İşrun Təfluhu fi aynihi alamun min a'lamihə aydan. Deyir ki, 20-ci Peyğəmbərin sallallahu aleyhi ve sellem gözünə tüfləməsi eynisilə yenə Peyğəmbərin sadiqliyinin əlamətlərindən birisidir. Peyğəmbərin sadiqliyinin əlamətlərindən birisidir. Çünki Allahın Resulü sallallahu aleyhi ve sellem nə etdi? Əli radiyallahu anh'ın gözlərinə tüflədi ağız suyundan və gözü sağaldı. Peyğəmbərliyə dəlalət edir bu. Yaxşı, əgər kimsə desə ki, məsələ bizdən birimiz də kimsə məsələ ağrıyan bir yerə əlbi qoyub Quran oxuya bilər, rukiyə edə bilər məsələ, sağala bilər. Onda nə deyirsiniz? Yəni, əvvəla bunu edənlər elə Peyğəmbərə istinad edərək edirlər, elə deyilmi? Biz hardan götürmüşük bunu? Peyğəmbərin feilindən, əməllərindən götürüb ona istinad olunur. Elə bunun özü də yenə Peyğəmbərin peyğəmbərliyinin doğruluğuna dəlildir. Üçüncüsü də bunu edən heç kəs Peyğəmbərlik iddiasında deyil ki. Heç kəs demir ki, mən bunu edirəm, sonra səhabələr rukiyə etdilər, şəfa tapdı. Demədilər ki, bu Peyğəmbərliyə dəlildir bizim əməlimiz. Bu şeylərə dəlil deyil. Və eyni zamanda ağız suyunun bərəkətli olması da bu yalnız Peyğəmbərə xasdır. Yalnız Peyğəmbərə xasdır. Bizlər sadəcə rukiyə edə bilirik. Ofsunluyuruq. Amma ağız suyunun bərəkətli olması, zatından ayrılan şeylərin bərəkətli olması, o yalnız Peyğəmbərə aiddir, Peyğəmbərə xasdır. Əl-Hədiyyətu vəl-İşrun Fadilətu Ali. Deyir ki, 21-ci fayda Əlinin fəziləti. Əli radiyallahu anhunun fəziləti. Bu da bəllidir, zahirdir həmin bu hədisdə. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, Lə u'tiyənnə rayətə qadən rəculən yuhibbullaha və rasulahu və yuhibbuhullahu və rasuluhu. Yəftəhillahu alə yədeyh. Dedi ki, sabah bayrağı elə bir şəxsə verəcəm ki, o Allah və Rasulunu sevir, Allah və Rasulu da onu sevir. Allah onun əli ilə fəth nəsib edəcək. Bu da olduqca böyük bir fəzilətdir Əli üçün. Niyə? Çünki Allah və Rasulunu onu sevir deyir Peyğəmbər sallallahu aleyhi ve sellem. Biz də deyirik ki, Peyğəmbər özündən heç bir şey danışmır. Vəhiy ilə bildirilib ki, yəni Allahın kimisə sevdiyini kim bilə bilər? Allah özü xəbər verməsə. Kimsə deyə bilərmi bunu? Allahın sevgisindən kimsə xəbər verə bilərmi? Demək ki, Allah subhanahu wa ta'ala əlini sevdiyini xəbər verib ki, Peyğəmbər sallallahu aleyhi ve sellem xəbər verib. Bu da böyük bir fəzilətdir Əli üçün. Radiyallahu anhu. Və biz də Əlini sevirik. Radiyallahu anhu. Və bu Əlinin fəzilətlərindən təkcə birisi deyil. Yəni, çoxdur fəzilətləri. Cənnətlə müjdələnmiş 10 səhabələrdən birisidir. Radiyallahu anhu. Həmsinin bir dəfəsində Peyğəmbər sallallahu aleyhi ve sellem Əliyə demiş ki, Ələ tarda ən təkuna minni bimənziləti Harunna min Musa illə ən əllə nəbiyyə min ba'di. Demişdir ki, Əliyə, sən ey Əli, istəməzmisən, razı olmazmısanmı? Sənin mənə nisbətən olan mənzilin Harunun Musaya nisbətən olan mənzili kimi olsun. Yəni Harun Musanın yanında hansı nisbətdə idisə, hansı mövqedə idisə, sən də mənə nisbətdə həmin mövqedəsən. Hansı cəhətdən? Harun Musanın qardaşıdır, qardaşı olması cəhətindən. Həmsinin yardımcısı, davamcısı cəhətindən. İstəməzmisən, sən bu mənzildə olasan. Və olduqca fəzilətdir, düzdür. Yəni, bunu rafizlər götürüblər bu hədisi və bu hədis səhiddir. Hədis bizdə nəql olunub, onlarda yox. Bizdə nəql olunub. Bizim kitabda, bizim səhih mənbələrdə gəlib bu hədis. Götürüblər bu hədisi, deyiblər ki, xilafətə dəlildir. Dəlildir ki, Əli nədir?
Peyğəmbərdən sonra, yəni Peyğəmbər özündən sonra əlini xilafət təyin edib. Nədir dəlil? Budur deyirlər hədis. Hardadır? Sizdədir mi? Yox, sizdədir. O zaman bizim hədisimizi bizim fəhmimiz kimi başa düşün, öz fəhmimizdən yox. Əgər bizim mənbələrə istinad edirsinizsə, onda baxın görün bizim alimlər o hədisə hansı mənanı verir, o məna ilə götürün. Özünüzün başa düşdüyünüzlə yox. Və ümumən bu hədisdə də şək yoxdur ki, əlinin xəlifə olmasına yaxından uzaqdan heç bir dəlil yoxdur. Ən azından niyə? Əli radiyallahu özü bunun iddiasında deyildi. Əli radiyallahu özü demədi ki, eşitmədinizmi? Peyğəmbər dedi ki, Əli mənim nisbətdə Harunun Musaya nisbəti kimidir. Əlinin ma nisbəti. Demir, bunun iddiasında deyil. Çünki Əlinin özü bunun Peyğəmbərdən sonra xəlifə olmasına dəlalət etdiyini başa düşməmişdi. Əsla başa düşməmişdi. Və üstəlik, bu hadisə Təbuka səfərə çıxanda baş vermişdi. Təbuk döyüşünə çıxanda Peyğəmbər sallallahu əleyhi və səlləm onda Əli radiyallahu anh Mədinədə qoymuşdu. Özü ilə bərabər çıxartmamışdı. Və münafiqlər də qalmışdı. Sonra söz-söhbət olanda ki, yəni Peyğəmbərdən, müsəlmanlardan geridə qalıb və s. Əli özü gəlir. Gəlir, özünü yetişdirir. Deyir ki, ya Rasulullah, məni qadınlarla və uşaqlarla və münafiqlərin yanında bərabər, onlardan mı tərk edirsən məni? Onların yanında mı qoyursan? Onda Peyğəmbər sallallahu əleyhi və səlləm əlini xatircəm etmək üçün, münafiqlərin söz yapına diqqət etməməsi üçün bu sözü deyir. Ey Əli, istəməzsənmi ki, sən mənə nisbətdə Harun Musaya necə idisə elə olasan. Yəni arxain ol sən. Səni deyilən sözlər narahat etməsin. Yəni sənin mənə qarşı olan nisbətin böyükdür. Yəni sənin qəlbində yerin var. Yəni sənin hörmətin başqadır. Odur ki, sənin orada qalmağın, yəni sənin mənzilənə, sənin dəyərini azaltmır. Sənin möminlərlə cihad etməməyin dəyərini azaltmır. Niyə? Çünki sən Peyğəmbərin tapşırığını yerinə yetirərək qalırsan. Öz istəyinlə yox, özün yerdə qalaraq, yox, baxmayaraq ki, həmən döyüşdən, məsələ, 10 səhabə geri qalmışdı. 10 səhabə geri qalmışdı. Sonra onlar üzr haqlıq gətirdilər Peyğəmbərə sallallahu əleyhi və səlləmə. Amma Əli ona görə geri qalmamışdı. Əli radiyallahu anh Peyğəmbərin sözünü yerinə yetirərək geri qalmışdı. Və onda Peyğəmbər sallallahu əleyhi və səlləm özdə Mədinədə də Muhammed ibn Məsləmə onun ikisi ona da demişdi. Ona da demişdi. Və həmçinin bax Harun Musadan əvvəl dünyasını dəyişib. Musadan sonra Harun xəlifə olmadı ki. Musa Peyğəmbərdən sonra Harun xəlifə olmadı ki, hətta bunu dəlil gətirəsiz ki, Peyğəmbər özündən sonra əlini xəlifə təyin edib, necə ki, Harun Musadan sonra xəlifə olduğu kimi. Niyə? Çünki Harun Musa Peyğəmbərdən əvvəl vəfat edib və Musa Peyğəmbərdən sonra da xəlifə olmayıb. Harunun Musaya nisbəti deyiləndə, deməli orada Musadan sonra Harun xəlifə mənasında deyil. Musadan sonra Harun xəlifə mənasında deyil. Sonra növbəti Əs-Saniyyətu vəl-İşrun 22-ci fayda. Fadlu sahabəti fi davkihim tilkəl leylətə və şuğlihim an bişaratil fəth. Deyir ki, səhabələrin həmin gecəni araşdırmaqla məşğul olmaları və fəth barədə, yəni artıq düşünməmələri. Necə ki, dedik ki, səhabələr həmişə mühüm olan şeylərə can atardılar. Daha mühüm olan şeyə tələsərdilər, bunu yerinə yetirmək üçün çalışardılar və Peyğəmbər sallallahu əleyhi və səlləm xəbər verənlər ki, Allah və Rəsulunun sevdiyi bir şəxs olacaq o, artıq bunun üçün can atmışdılar, bunu düşünmüşdülər ki, görəsən o biz mi olacağıq və fəth barədə unutmuşdular. Fəth barədə unutmuşdular. Ona görə də insanın həmişə himməsi daha yüksək şeylərə olmalıdır. Daha üstün şeylər olmalıdır, daha dəyərli şeylərə olmalıdır. Əgər sənin qarşında, məsələ, məşğul olacağın 2 şey varsa, bax gör o şeylərdən hansı daha çox sənə savab qazandırır, özünü onunla məşğul et. Çünki sənə bir vaxt verilib, sənin bir vaxtın var, sənin bir ömrün var. Və o ömrü çalış, yəni düzgün qiymətləndir, dəyərli qiymətləndir. İkinci bir həyat verilmir sənə. Hətta
ilk həyatını istədiyin kimi yaşasan, ikinci həyatını Allahın ancaq razı qaldığı şeylərə sərf edəsən. Xeyr, daima həmişə çalış, dəyərli şeylərlə nədir? Özünü məşğul et. Amma o insanlar ki, əslan, yəni dəyərsiz şeylərlə məşğul edərlər özünü, özlərinə savab qazandıran əməllərin müqabilində, dəyərli şeylərin müqabilində, xüsusən dəyərli vaxtlarda, dəyərli mövsümlərdə, onlar əslən, yəni həyatlarını, zamanlarını və insaniyyətlərini belə unutmuş və itirmiş insanlardır. Qul innel xasirinəl-ləzinə xəsiru ənfusəhum və əhlihum yevməl qiyamə ələ zəlikə huvəl xusranul mubin. Allah təala dedi, həqiqi ziyan çəkənlər özlərini və ailələrini qiyamət günü ziyana uğradanlardır. Açıq aydın zərər də budur. Açıq aydın zərər də budur. Əs-salisatu vəl-işrun el-imanu bil-qadar li-husuliha limen lem yəssa'ləha və mən'hə əmmən sə'a. Deyir ki, 23-cü fayda qədərə iman. Yəni, kim ki ona can atmırdı, ona nail oldu. Kim ki can atırdı, ondan mən olundu. Yəni ki, Peyğəmbər sallallahu əleyhi və səlləm müjdə verəndə ki, bayrağı sabah elə bir şəxsə verirəm ki, Allah və Rəsulü onu sevir, o da Allah və Rəsulunu sevir. Onda səhabələr nə etdi? Səhabələr hamısı bu müjdiyə nail olmaq üçün nədir? Can atdılar, düzdürmü? Səhərsi çıxdılar, hamısı Peyğəmbərin yanına getdilər. Heç kəs qalmadı orada. Hamısı gəldilər. Deməli, əməl etdilər, səbəblərdən götürdülər. Amma bunun müqabilində Əli gəlmədi. Baxmaq istəyi olsa da, amma gəlmədi. Niyə? Çünki Əlinin gözləri ağrıyırdı, çıxa bilmədi. Yəni, əməl ortaya qoymadı, yəni hərəkatı etmədi. Səhabələr hamısı gəldi. Buna baxmayaraq, o müjdiyə nail olan Əli oldu. Amma hamısı gəlib tələsən, o xəbəri həyəcanla gözləyənlər nail olmadılar. Müəllif buna işarə edir, deməli, yəni, ola bilər hərdən sən bir şeyə can atasan, səbəblərdən götürəsən, amma o sana nail olmasın o şey. Ola da bilər əksinə, hər hansı bir şeyə zəhmət çəkmədən gələsənə. Bu nəyə? Yəni, hətta qədərə imanı aşılamaqdır bu. Burada da fayda odur ki, əvvəla sən Allaha güvənəsən, həmişə tək Allaha güvənəsən, biləsən ki, yəni, paylaşdıran Allahdır, öz mülkiyyətini. Sənin əməlin olsa da, olmasa da, istəsə Allah verəcək. Hətta əməlin təşəbbüsün olsa da, olmasa da. Həm Allaha güvənəsən, çox vaxt öz əməllərinə arxain olmayasan, baxmayaraq səbəblərdən götürmək tələb olunsa da, amma səbəblərə güvənmə. Səbəblərə etimad etmə, yəni. Və başqa yöndən də faydası odur ki, əlində olana sevinmə, əlində olmayana görə də kədərlənib üzülmə. Əlində olan şeylərə sevinmə. Əlində olan şeylər hələ o, yəni sənin üçün xeyirlidir, sənin üçün, yəni o sənə xeyir gətirəcək, o sənin dərəcəni Allah qatında ucaldır və yaxud o sənin günahlarını bağışlamaq səbəbdir deyə bəlli deyil. Eləcə də əlində olmayan şeyə görə də kədərlənib özünü üzmə. Ola bilər o əlində olmayan şeyin səndə olmasa, əksinə sabir zərəri ola bilər. Bütün bu şeylərin hamısı nəyə görədir? Hətta insan qədərə imanını təzələsin və qədərə iman həqiqətən insanda bir növ arxayınçılıq yaradır. İnsanda arxayınçılıq yaradan şeylərdən birisi qədərə imandır. Təqdir edilmişlərə iman etməndir. Yəni ki, Allah subhanahu ta'ala artıq əzəldən mənim haqqımda nə olub, nə olacağını təyin edib. Vəssalam, əlhamdülillah. Arxayınam mən. Lakin əməl edirəm. Əməl edə qədərə arxayınam. Salih əməlləri edirəm, ümid edirəm Allahın rəhmətinə və qədərə də arxayınam, iman edirəm. Bu iki şeyi insan cəm etsə, qədərə imanla, salih əməlləri vallahi ən xoşbəxt insanlardan olar. Ən xoşbəxt insan, heç bir şey onu kədərləndirməz, heç bir şey onu üzməz. Bununla yanaşı, salih əməllərdən də geri qalmaz. Və bu həqiqətən də böyük bir müvəffəqiyyətdir. Ar-Rabiyatu vəl-İşrun Əl-ədəbu fi qovlihi alə rislik. 24-cü fayda Peyğəmbərin sallallahu aleyhi ve sellemin
doğru düzgün addım at və yaxud tələsmə tövsiyəsindədir. Yəni Əli radiyallahu anh'a dedi ki, alə rislik, yəni tələsmə, getdiyin zaman səs-küy salma. Bu da Peyğəmbərin sallallahu əleyhi və səlləm ədəb öyrətməsidir. Döyüş öncəsi belə, yəni döyüş başçısına, döyüşü idarə edəcək bir şəxsə bəzi ədəbləri tövsiyəsini etməsidir. Tələsmə, yəni səs-küy olma, yəni həyəcan keçirmə, təmkinli ol, səbirli ol, yəni müəyyən şeyləri nəzərə al və s. kimi tövsiyə edilir. Bu da onu göstərir ki, Allahın Rəsulü sallallahu əleyhi və səlləm yəni həqiqi mənada müəllimidir hər bir sahədə. Yəni ümmətə fayda olacaq elə bir sahə yoxdur ki, onları Allah Rəsulü sallallahu əleyhi və səlləm onlara nədir, tövsiyə etməmiş olsun. Elə Peyğəmbərin bu dünyada Allah Rəsulü kimi olmasının səbəblərindən də birisi insanların hər iki dünyada uğur qazanmaları üçün lazım olan şeylər nədir? Onlara tövsiyə edib bildirməsidir. El-xamisatu vel-işrun əd-dəvatu iləl-İslam qabləl-qital. 25-ci fayda döyüşdən öncə İslama dəvət. Döyüşdən öncə İslama dəvət. Bu da Peyğəmbər sallallahu əleyhi və səlləm Əliyə deməsində ki, inzil bi sahatihim thumma du'uhum iləl-İslam. Allahın Rəsulü nə dedi Əli radiyallahu anhuya? Onların sahəsinə yaxınlaş, sonra onları İslama dəvət et. Sonra nədir? Onları İslama dəvət et. Yəni döyüşün məqsədi də elə dəvətdir. Döyüşün, cihadın məqsədi elə dəvətdir. Qan axıtmaq deyil. Qalib tərəfə, həmişə məğlub tərəf nədir? Tabe olur. Güclü tərəfə zəif tərəf tabe olur. Hakim tərəfə məhkum tərəf tabe olur. Və belə olduğu halda qalib tərəfdə, güclü tərəfdə, hakim tərəfdə elə bir haqq olmalıdır ki, onlara tabe olanlar, həmin haqqa tabe olanlar, yəni xoşbəxt olsunlar, səadəti qazansınlar. Və həmin haqda, hansı haqdır? Ancaq Allahın nazil etdiyi kitab və sünnədir. Yəni insanlara hər iki dünyada rifah, səadət, xoşbəxtçilik qazandıran Quran və sünnədədir. Qad cəəəkum minallahi nurun və kitabun mubin. Artıq sizə Allahdan nur və açıq aydın bir kitab gəldi. Deməli, haqq çağırışı ilə məşğul olanlar, haqqı uygulamağa çalışan insanlar yer üzündə həqiqətdə insanların rifahı, insanların xoşbəxtçiliyi üçün çalışanlardır. Aydındırmı? Çünki niyə? Çünki həmin haqq Allah və Rəsulü tərəfindəndir. Həmin haqq Allahın nazil etdiyidir. Amma dünyəvilik, dünyəvi qanunların uyğulanması yolunda insanları zorla buna tabi etmək üçün nədir? Çalışanlar, onlar həqiqətdə insanların xoşbəxt, səadət, rifah həyatını yox, əslində onlar insanları kölələşdirmək üçün çalışırlar, insanları özlərini qul etmək üçün çalışırlar və özləri də dünyəvi mənfəət üçün çalışırlar, yəni dava edirlər. Və Allah Subhanahu taala buyurur ki: "Men kana yuridul hayatad dunya." Kim dünya həyatını istəyərsə, və zinətəhə və onun bərbəzəyini istəyərsə, nuvaffi ileyhim fiha a'malahum. Biz onların əməllərinin qarşısını əvəzin tamamıyla onlara nədir orada verərik. Və hum fiha la yubxasun. Və onlardan heç bir şey azaldılmaz. Ulaikellezine leysa lehum fil ahireti illen nar. Lakin ahirətdə oddan başqa heç bir nəsibləri olmaz. Və habita ma sana'u fiha və batilun ma kanu ya'malun. Orada etdikləri bütün işlər hədərdir, etdikləri əməllər də batildir. Etdikləri əməllər də batildir. Deməli, dünyada görülən işlərin haqq olduğunu bilmək istəyirsənsə, bax gör onun ahirətdəki müqabili nədir? Dünyadakı görülən bütün işlərin haqq olduğunu bilmək istəyirsənsə, bax gör onun müqabili, o işin əvəzi, müqabili ahirətdə nədir? Əgər ahirətdə onun əvəzi, müqabili cənnətdirsə, deməli o iş haqdır. Ahirətdə onun müqabili lənət, qəzəb, Allahın cəzasıdırsa, deməli o iş batildir. O iş batildir, haqq deyil.
Es-sadisatu vel-işrun ennehum meşru'un limen du'u qabla zəlkə və qutilu. 26-cı fayda. Döyüşməmişdən əvvəl dəvət edilmənin müstəhəb olması. Yəni ki, əgər bir toplum İslam'a dəvət edilibsə, sonra bir müddətdən sonra onlara döyüş edilmək istəyirsə, yenidən dəvət edilməsi yenə müstəhəbdir. Yenidən dəvət edilməsi müstəhəb. Baxın, Xeybərdəki yəhudilər, onlar əvvəlcədən dəvət olunmuşdurlar, Mədinədə idilər və s. Dəvət onlara çatmışdı. Lakin Xeybərdə Peyğəmbər sallallahu əleyhi və səlləm yenidən Əliyə nə dedi radiyallahu anhu? Dedi, ud'uhum iləl İslam. Baxmayaraq ki, onlara haqq çatmışdı, dəvət olunmuşlar, imtina etmişdilər. Amma bu səfərində yenə dedi Peyğəmbər sallallahu əleyhi və səlləm. Dedi, onları İslam'a dəvət et. Çünki Allah subhanahu teala fikir verin, Allah Teala, yəni Allahın rəhmətinin geniş olmasına dəlildir. Allah insanlara qarşı rəhimlidir. Onlardan intiqam almağa, onları cəzalandırmağa Allah Teala tələsməz. Onca Allah subhanahu teala buyurur: "Və la yu'akhizullahu an-nasa bima kasabu ma taraka ala zahriha min dabbatin. Velakin yu'akhirhum ila ecelin musamma." Allah Teala buyurur ki, əgər Allah insanların qazandıqlarına görə onlara cəza vermiş olsaydı, yer üzündə bir canlı buraxmazdı. Lakin Allah onu müəyyən bir vaxta qədər ertələyir. Fikir verdiniz? Əgər Allah subhanahu teala hər günaha görə, hər asiliyə görə cəzalandırsaydı yer üzündə olanları, heç kəs qalmazdı. Çünki bəşəriyyət durmadan davamlı şəkildə nədir? Günah edir. Bu günahı bitirir, o biri günaha keçir. Bu günahı bitirir, o biri günaha keçir. Bu günahdan yaxasını qutarır, başqa günaha düçar olur. Amma baxırsan ki, yeni yaşayırsan, yeyirsən, içirsən, gəzirsən, dolanırsan. Allahın rəhmətinin genişliyindəndir. Allahın rəhmətinin genişliyindəndir. Es-səbiyyatu vel-işrun əd-davatu bil-hikməti liqovlihi əxbirhum bimə yəcib aleyhim. 27-ci hikmətlə dəvət. Peyğəmbərin bu sözünə əsasən onlara vacib olan şeyləri bildir. Yəni, onları əvvəla İslam'a dəvət et. İslam da tevhiddir, Allah'ın hakkıdır. Sonra bu hakta, bu İslam'da olan bazı vacibatları onlara başa sal. Yani tedricilik. Es-saminatu vel-işrun el-ma'rifatu bi hakkillahi teala fil İslam. 28-ci Allah'ın İslam'daki hakkının bilinmesi. Allah'ın İslam'daki hakkının bilinmesi. Bu da Peyğəmbərin sözünə əsasən Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Əliyə, "Əxbirhum bimə yəcbu aleyhim min hakkillahi teala fihi." Onlara Allah'ın İslam'dakı hakkını başa sal. Onların İslam'dakı üzərlərində İslam'ın hakkı nədirsə, onlara başa sal. Yəni qoy bu haqqı bilsinlər. Qoy bu haqqla yaşasınlar. Haqqdan uzaq durmasınlar. Haqqı görməyən heyvanlar kimi olmasınlar. İstəkləri yalnız ləzzətlərini, şəhvətlərini icra etmək üçün yaşayan insanlar, heyvanlar kimi olmasınlar. Çünki haqqla yaşamayan insan heyvan kimi insandır. Haqqı bilməyən insan ancaq nədir? Deməli ki, şəhvani hisslərini həyata keçirmək üçün mövcuddur sadəcə bu dünyada. Ləzzətlərini təmin etmək üçün mövcuddur bu dünyada. Amma haqq daha əzizdir, daha böyükdür. Allah Teala buyuruyor: "Vazara'na li cehenneme kesirin minel cinni vel ins." Biz de cehenneme birçok insan ve cin təyin etdik. Lahum qulubun la yefqahuna biha. Onların qəlbləri var, amma onunla nədir? Duymazlar. Qəlbləri var, dərk etməzlər. Lahum a'yunun la yubsiruna biha. Onların gözləri var, onunla görməzlər. Yəni görərlər, hər şey görərlər, amma haqq olan şeylər görməzlər. Ləhum əzənun la yəsməuna biha. Qulaqları var, eşitməzlər. Yəni haqqdan başqa hər şey eşidərlər, hər şey dinləyərlər. Batil olan hər şey nədir? Dinləyərlər, amma ayə dinləməzlər, hədis dinləməzlər, haqq dinləməzlər. Özlərinə zaptın qurtaran şeylər dinləməzlər. Ulaikə kəl-ən'am bəlhum adal. Allah təala onlar heyvanlar kimidir, heyvanlardan da daha pisdilər. Ulaikə humul gafilun. Qafil olanlar onlardır. Həqiqi qafil olanlar da, qəflətdə olanlar da onlardır. Onları yalnız nədir? Ölüm ayıldacaq.
ölüm ayrılıq bu qəflətdən, lakin o zaman da gec olacaq. Gec olacaq. Həmçinin Allah Teala buyurur ki: "Vellezine keferu yetemetta'un ve ya'kulun kal-en'am ve'n-naru maswan lahum." Kafir olanlar, haqdan üz döndərənlər, küfür əhli. Onlar deyir, biraz əylənərlər. Yəni şəhvani istəklərini təmin etmək üçün əylənərlər, ləzzət alarlar. Və heyvanlar kimi yeyib içərlər. Heyvanlar kimi yeyərlər. Onların sığınacağı oddur. Onların sığınacağı nədir? Cəzaları oddur. Ət-təsiyyətü vəl-işrun səvabu mən ihtədə alə yədeyhi rəculun vahidun. 29-cu fayda. Kimin əlində, yəni bir kişi hidayətə gələrsə, kimin vasitəsilə bir nəfər hidayətə gələrsə, onun savabının bildirilməsi. Yəni bu da Peyğəmbərin əldə deməsi ki, "Lə ən yehdiyallahu bikə raculan vahidən xayrun ləkə min humurun ni'am." Allah sənin vasitənlə bir kişiyə hidayət etməsi sənin üçün qırmızı dəvələrdən də nədir? Daha xeyirlidir, daha üstündür. Bu da yəni yenə İslamın rəhmət dini olmasını göstərir. Yəni, nə qədər hidayətə, insanların hidayət üçün çalışmağa yəni həvəsləndirir. Baxın, deyir, sənin vasitənlə kimsə hidayət olunsa, bu sənin üçün qırmızı dəvələrdən xeyir. Yəni dünyalı şeylərdən sənin üçün daha fəzilətlidir. Ona görə sən dəvət naminə dünyavi şeylərlə belə keç. Dünyavi şeylərinlə belə dəvətə xidmət edə bilərsənsə, malınla, mülkünlə, vaxtınla, əşyanla, maşınınla, miniyinlə, evinlə dəvətə xidmət edirsiniz, bunu et. Allah Resulü deyir ki, bu sənin üçün daha xeyirlidir. Bu sənin üçün daha xeyirlidir. Əs-sələsun əl-halifu aləl-futya. 30-cu, sonuncu fayda. Fətva üzərində and içmək. Yəni, Peyğəmbər sallallahu əleyhi və səlləm dedi: "Fəvallahi la an yehdiyallahu bika raculan vahidan." And içdi, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm bu söz demədən öncə Allaha and olsun ki, dedi, Allahın sənin vasitənlə bir nəfərə hidayət etməsi sənin üçün yəni qırmızı dəvələrdən faydalıdır və and içməsilə də Allahın Rəsulu bir növ bu işi daha da təkidləşdirir. Daha da təkidləşdirir. Yəni ki, bu işin savabının böyük olduğunu bildirir. Və həmçinin nədir? And içməyin də icazəli olduğunu bildirir. Bununla, əlhamdülillah, 5-ci babı bitirdik. Bütün məsələləri ilə, 3 dəlili ilə, Yusuf surəsi 108-ci ayə. Əvvəla bu bab nə idi? Əd-dəvatu ilə şəhədət ən la iləhə illallah. 5-ci bab. La iləhə illallah şəhadətinə dəvət babı. Dəvət babı. Yəni ki, bu o deməkdir ki, artıq bu başlanğıc o deməkdir ki, dəvət yəni vacibdir. Sonra dəlili gətirir bunu müəllif, dəvətin vacib olmasından və dəvətin fəzilətinin dəlillərini 3 dəlil qeyd etdik. Yusuf surəsi 108-ci ayə: "Qul hazihi sabili adu ilallahi ala basiratin ana və men tabi'ani." De, bu mənim yolumdur. Mən və mənə tabe olanlar Allaha bəsirət üzərində dəvət edirik. Deməli, dəvət peyğəmbərlərin yoludur. Peyğəmbərlərin yolu da şərəfli yoldur, uca yoldur, böyük yoldur. Dəvətin fəzilətidir bu. Dəvətin fəzilətindəndir ki, peyğəmbərlərin yoludur. Dəvətin fəzilətindəndir ki, nədir? Peyğəmbərlərin yoludur. Həmçinin İbn Abbasın rəvayət etdiyi hədisi gətirdik. Peyğəmbər sallallahu Muaz radiyallahu anhunu nədir? Yəmənə göndərməsi. Bilirsiniz, orada o kitab əhlində gedərək orada təvhidlə başlaması, namazı, zəkatı öyrətməsi. Bu hədisi də təfsilatı ilə götürdük. 3-cü dəlildə Səhl ibn Sa'din hədisi, o da Peyğəmbər sallallahu Xeybər günü deməsi ki, bayrağı elə bir şəxsə verəcəm ki, Allah və Rasulü nədir? Onu sevir, o da Allah və Rasulunu sevir. Və Allah subhanahu ta'ala bizi haqqı ilə İslam'a xidmət edən və Allaha xidmət edən, Allaha qul olan qullardan etsin. Allah subhanahu ta'ala bizim dəvətimizə bərəkət versin və Allah subhanahu ta'ala bizləri ixlaslı qullardan etsin. Və sallallahu aleyhi və nəbiyyina Muhammedin və alə alihi və ashabihi ecmain.